Herkese salam. 2025'i xilas edirəm gün 25'ə xoş gəlmisiniz. 30 gün 30 fərqli mənlə bu gün bu mızıqlarla olan puzzle, daha doğrusu əsl adının nə olduğunu bilmədiyim üçün belə adlandırdığım puzzle quracağıq birlikdə. Arxa planda isə mən sizlə söhbət eləmək istəyirəm hər şeyi gözümüzdə böyütmək barəsində. Heç olubmu elə bir xəbər almısınız, bir mesaj almısınız, bir hadisə olub və beynində onunla bağlı min ssenari qurmusan ya da kiçik bir düşüncə, yəni ümumilikdə yığsaq, bütün günün korlayıb. Beynimiz arxa planda hər şeyi böyüdür. Çünki öz rahatlığını pozmaq istəmir, ona görə də bəhanə uydurur ki, o hadisəni bir şəkildə özündən uzaqlaşdırasan, yəni o addımı atmayasan, o işi görməyəsən. Məsələn, bu puzzle qurmaqda beynimdə o qədər şişirtmişdim ki, bütün gün bir şəkildə başlaya bilmədim və video çəkmək üçün yəni o stol arxasına otura bilmədim. Düşünürdüm ki, yorucudur, başım ağrıyacaq, məni narahat edəcək, bütün vaxtım ona gedəcək, baş aşağı durmaqdan boynum ağrıyacaq, məsələn, onurğam ağrıyacaq və s. belim ağrıyacaq. Belə düşünürdüm və bunu o qədər şişirtmişdim ki və puzzle gözümdə həqiqətən sözün əsl mənasında o qədər böyütmüşdüm ki, A4 səhifəsində olan kağız mənə sanki vatman kağızında olan bir şəkli yığacaqmış kimi hiss verirdi. Amma sonra başladım düşünmək, fikirləşməyə ki, mən niyə belə düşünürəm ki? Yəni nə çətinlik var ki orada? Yəni başladım sorğu-sual eləməyə. Ümumiyyətlə keçmiş təcrübələr, o keçmiş hadisədə başımızdan nə gəlibsə, ondan indi müqayisəsi beynimiz bunları eləyir. Çünki düşünür ki, bu şəkildə bizi o qoruyacaq. Yəni o qorxduğumuz şeydən bizi qoruyacaq. Amma heç baş verməmiş bir şeyin yükün niyə daşımalıyam deyə düşünüb başlamaq qərarı almaq lazımdır. Mən də bu gün eynisini elədim. Yorğunluqdur, gərginlikdir, tənbəllikdir. Bu yorucu hissləri bir kənara qoymaqdadır məsələ məncə. Çünki bütün günü düşündükdən sonra nəticə nə oldu? Vaxtım çatmadı ki, puzzle tam şəkildə tamamlayım. Əlbəttə ki, mən tamamlayacağam, amma video yerləşdirib onu bu gün paylaşmaq üçün vaxtım çatmadı. Təbii ki, burada özümü günahlandırıb keçmişi sorğulamıram, amma bir dərs çıxartmalıyamsa burdan, o da odur ki, olmayan hadisəni gözümdə böyütməyə çalışsam, nəticədə olan şeyləri də qaçırdacam. Məsələn, qursaydım, baxacaqdım və gözümə oxşayacaqdı. Çünki qurduqca həqiqətən də həzz alırdım, həqiqətən də əylənirdim. Qəbul edirəm, boynum ağrır, başım ağrıyır, baxmayaraq ki, sadəcə 50%-ni qurmuşam. Amma yenə də o verdiyi rahatlıq hissi, məmnuniyyət hissi təbii ki, əvəz olunmazdı. Ümumiyyətlə, belə düşünürəm ki, bir şeyə beynimizdə böyütdükcə necə onu aradan qaldırmaq olar, bir neçə versiya tapmışam özüm üçün. Təbii ki, bu mənim şəxsi düşüncələrimdir. Birincisi, həmin fikir faktlarından yoxlamaq. Belə düşünürəm, amma bunun sübutu nədir? Yəni səbəb-nəticə əlaqəsini qurmaq. Məsələn, mən bu gün onu sorğuluyordum. Dedim, axı beynimdə götür-qoy eləmişdim, özümü sorğu-suala tutmuşdum. Həmin sorğu-sualın məqsədi bu idi. Mən öz-özümə düşündüm ki, o nə boyda şeydir ki, mən onun bu qədər məni incidəcəyini düşünürəm. Sonra bir daha yenidən sorğu-sual elədim ki, bu maksimum mən nə qədər incidə bilər? Nə şəkildə incidə bilər? Nəticədə baş ağrısı uzun müddət üz aşağı baxmaqdan da, yəni bir stəkan çay onu həll eləyəcək. Belə mənə ziyanlı və davamlı və zərərverici bir təsiri olmayacaq da bunun. Sadəcə uzun bir müddət aşağı baxdığım üçün olacaq bir prosesdir. Yəni faktlarla bu fikri yoxladım ki, beynim niyə belə fikirləşmək istəyir? Niyə məni bu işdən çəkindirmək istəyir? Sonra ikinci bir addım olaraq da düşündüm ki, burada ssenarinin ən pis tərəfi nədir, ən yaxşı tərəfi nədir? Ən pis tərəfi nə ola bilər? O qədər çox olar ki, çatdırmaram. Ən yaxşı tərəfi nədir? Yəni çatdırmaram dediyim səbrim çatmaz mənasında. Ən yaxşı tərəfi nədir? Gözümə oxşayacaq bir şəkil daha əldə edəcəm. Bir puzzle-mı desəm artıq, bir tablomu nəsə əldə edəcəm. Yəni əldə edə biləcəyim bir şey var. Yəni buradan çıxardığım nəticə nədir? Mən bunu necə idarə edə bilərəm? Sadəcə bu düşüncələri topalamaq lazımdır. Düşüncələr o qədər xaotikdir ki, onu topalamadığım müddətcə onlar böyüyüb bütün günü məhv eləmək gücünə malikdirlər. Digər bir tərəfdən, beynimdə düşündüm ki, heç bir fikir doğru deyil. Nə bu hekayənin pis tərəfi tamamilə doğru ola bilməz, nə də yaxşı tərəf tamamilə doğru ola bilməz. Çünki olmamış bir şeydir. Mən beynim sadəcə fərziyyələr uydurur. O necə faktiki reallığı yaşamamış düşünə bilər ki? Bu fikirlə demək olar ki, öz düşüncələrimi bir yerə yığmağı bacardım. Beynimizdəki hər fikir doğru deyil deyə
düşünmək yox, işə qoyulmaq lazımdır. Bəzən risk almaq da lazımdır. Çünki oturduğun yerdə qalanda, o addımı atmayanda sonra kaş eləməzdim deyə peşmanlıqlar gəlir ya da kaş eləyərdim deyə peşmanlıqlar gəlir. Əslində belə baxanda həyat çətin deyil. Bizim düşüncələrimizdir onu çətinləşdirən. Təbii ki, bu hər versiya üçün keçərli deyil, amma ümumilikdə çox bəyəndiyim bir post vardı sosial mediada. Orada belə bir şey yazılmışdı ki, problem var, həll eləyə bilirəm, demək ki, dərd eləməyə ehtiyac yoxdur. Problem var, həll eləyə bilmirəm, yenə dərd eləməyə ehtiyac yoxdur. Çünki biz düşüncələr o problemi həll eləmir. O prosesi açarı düşünməkdə deyil də. Düşünməklə biz məntiqi problemləri həll eləyə bilərik, riyaziyyatı həll eləyərik, nə bilim hansısa əsəri təhlil eləyə bilərik. Amma faktiki baş verən problemin həlli düşünməklə olmur, hərəkətə keçməklə olur. Məsələn, nəticə olaraq nə əldə elədik? Mən bu gün çox düşünüb beynimi şişirtdiyim üçün sizə bu puzzle-ın son halını göstərə bilməyəcəm. Amma heç bir problem yoxdur. Çünki tam halını hazırlayandan sonra mütləq videonun başlığına, qapaq şəklinə onu qoyacağam və beləliklə tam halını da görmüş olacaqsınız. Əslində belə baxanda da təxmin eləmək olur. Və onu demək istəyirəm ki, sabah 25-dir və 2025-ci-dir. Ona görə sizlə bir yerdə vision board, yəni xəyal panomu hazırlamaq istəyirəm. İstədim bu gündən deyim ki, sabaha hazırlıqlı olasınız. Bu günlük bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.